ağsaqqalları arasında əlaqələrin inkişafı ictimai birliyi TAİB və Türk Sənət Akademiyasının təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində Nizami rayonundakı bir saylı uşaq evi sosial xidmət müəssisəsi ziyarət edilib və orada tarix yazan uşaqlar adlı kitabın təqdimatı keçirilib. Mişyaz xəbər verir ki, ziyarətdə TAİBin idarə heyətinin üzvləri, Gənclər Təşkilatının nümayəndələri iştirak ediblər. TAİBin sədr müavini Eyvaz Hünbətov uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək onlara xoşbəxt həyat arzulayıb. Bildirib ki, cəmiyyətin və dövlətin gələcəyi olan uşaqların qayğısız böyüməsi, düzgün təlim-tərbiyə olunaraq hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmaları olduqca vacibdir. Bu gün uşaq və yeniyetmələrə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin və 1-ci xanım Mehriban Əliyevanın daim nəzarətindədir. Türk Sənət Akademiyasının direktoru Süreyya Ufuq, tarix yazan uşaqlar layihəsi ilə bağlı məlumat verərək bildirib ki, bu işlər gələcəkdə də davam edəcək və növbəti mərhələlərdə Azərbaycanın dahi şəxsiyyətlərinə həsr olunacaq. Uşaq evinin direktoru Nərminə Zöhrabova əlavə edib ki, uşaqların əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi üçün hər cür şərait yaradılıb. Sosial layihələri böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, fəaliyyətinin prioritet istiqaməti kimi müəyyən edən Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün daim tədbirlər təşkil edir. Onların bayram ab-havasını hiss etmələri məqsədi ilə müxtəlif layihələr həyata keçirir. TAİBin idarə heyətinin üzvləri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğısından danışıblar. Həmçinin fondun vitse-prezidenti Leyla Əliyevanın valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla mütəmadi şəkildə görüşdüyünü, onların təlim-tərbiyəsi ilə maraqlandığını, uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün təşkil edilən müxtəlif tədbirlər və proqramlarda onlarla birgə olduğunu qeyd ediblər. Sonda Türk ağsaqqalları arasında əlaqələrin inkişafı ictimai birliyi tərəfindən uşaqlara bayram hədiyyələri paylanılıb və müxtəlif müsabiqələrdə fəallıq göstərən azyaşlılara sertifikatlar təqdim olunub. Bayram şənliyində uşaq evinin sakinləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Onların ifasında müxtəlif rəqs nömrələri və musiqi parçaları təqdim olunub. Qəmbərli, Çingiz Abdullayev, Heydər Həsənli, Misya TV.